Əsl kişi bunu eləməz. Deməli, son videomdan sonra qadınların rəylərinə baxıram ki, kişi belə eləməz, kişi elə eləməz. Birincisi, gəlin qərar verək ki, biz bərabəri yoxsa yox. Əgər bərabər isə kişi-qadın söhbəti olmamalıdır. Yəni, deyə bilərik ki, heç kim bunu eləməməlidir. Çünki kişiyə bu olmaz, amma bizə olar, elə olmur. İkincisi də bu, ümumiyyətlə, kişiyə falan şey olmaz, tarixi əsasları var. Deməli, əvvəllər, qədim zamanlarda kişilər çox kobud, qaba, aqressiv idi. Bunlar öldürürdülər, nə bilim, yerləri zəbt edirdilər, gəlirlər qadınları zorluyurdular, öldürürdülər və s. Sonra müəyyən, belə deyək, hiləgər qadınları başa düşdü ki, bunların ən zəif nöqtəsi bu kişilik anlayışıdır. Çünki bunlar uşaqlıqdan belə böyüklər ki, sən güclü olmalısan, gedib ovlamalısan, öldürməlisən, kəsməlisən, doğramalısan. Kişini ofsunlamaq üçün başlarlar onların beynini yumar ki, bax, sən belə eləsən, kişiyə yaraşmır, bu əslində kişi belə eləmir. Kişilər də biraz intellektual olaraq qadınlardan o məsələlərdə geri qaldıqlarına görə inanıblar. Yəni, manipulyasiyaya daha rahat gedirlər. Qadınlar da doğuşdan yaxşı manipulyatorlar. Və kişilər belə başını aldadıb, yavaş-yavaş yumşaldıblar. Misal üçün, gentleman olmaq lazımdır. Gentleman nədir? Gentleman zəif kişidir. Yəni, qadına qapını açsın, nə bilim, qabaqda geçsin, arxada geçsin, onu eləsin, bunu eləsin. Əslində bizim üçün bu etika normalarına çevrilir. Biz yenə də onu eləyirik. Qızın xoşuna gəlmək üçün, tələyi keçirmək üçün yenə də özümüzü belə yaxşı aparırıq. Amma onun səbəblərinə baxanda görürsən ki, xeyirlə mən qadını qapı açıram. Yəni, biz güc dinamikadan danışırıqsa, zəif güclüyə xidmət eləməlidir. Güclü zəifə niyə xidmət edirik? Yəni, belə baxın, düşünün ki, mənim sürücüm var, sürücü məndən az qazanır, mən ona pul verirəm. Sürücü mənə qapı açır, mən ona qapını açıram. Mən daha güclüyəm, mən daha iyerarxiyada yuxarıdayam, ona görə də o mənim üçün qapı açır. Və qadınlar bir dənə bu qapı açmağı, bir dənə dəyişməklə kişinin beynində zboy verir. Yəni, o görür ki, həmişə bu xidmət edir, bu şəhzadə, bu kraliça keçəcəyində oturacaq maşına. O, başqa mövzularda da daha çox kompromisə gedir ki, bunu qıza eləmək olmaz, bunu səsli qaldırmaq olmaz, nə bilim, güc tətbiq eləmək olmaz. Okey, razılaşdıq ki, kişi güc tətbiq eləməməlidir. Əsl kişi arvadı döyməz. Məsələ odur ki, bunu siz də bilirsiniz deyə. Yəni, biz buna razılaşırıq, kişilər də yaxşı döymür. Qadınlar da deyir ki, aha, monster məni döyə bilməz, əsl kişi döyməz, o şey eləsə, döysə, deməli o kişiliyinə söz gətirəcək, onu da heç vaxt eləməyəcək. Ona görə provokasiyanı daha çox eləyir. Ona görə kişiləri alçaldırlar, ona görə bir söhbət düşəndə özləri fiziki gücə əl atırlar, belə yumşaq da olsa belə nəsə vururlar, nəsə atırlar sənə və s. Bilir ki, sən cavab verməyəcəksən. İndi zorakılıq olmaması üçün nə yaxşıdır? Zəif adam özünü ağıllı aparsın və aqressiya göstərməsin, provokasiya eləməsin, özünü qorumaq üçün. Yoxsa kişiləri çıxmaq eləyək, onlar bilsin ki, o heç bir hüququ, haqqı yoxdur, heç nə də eyə bilməz. Qoy qadınlar çıxsın bunların boyunlarını gəzsin. İndi ona görə sosial mediada da hansısa qadının tərbiyəsizliyini, mənəviyyatsızlığını üzə çıxardanda deyirlər, kişiyə yaraşma deyə o barədə danışmaq. Kişi olmaz danışmaq. Niyə olmaz? Elə qəşəng də olar. Elə bu ictimai qınağın mahiyyəti elə odur ki, o cür davranışlar azalsın. Yəni, hansısa qadın o cür özünü aparmaq istəyəndə başa düşsün ki, onun nəticəsi belə ola bilər. Qadınlar öz qeyri-adekvat hərəkətlərinə, cavab verməklərini başa düşməlilər ki, cavab verəcəklər. Çünki cəzasızlıq ən böyük anarxiya yaradır. Cəza olmalıdır.